Sənin başının üstündə hər şeyə qadir olan və sənə özündən rəhimli olan Allah varsa, sən nigaransansa sabahdan, deməli sən o Allah'a inanmamısan, tanımamısan, başa düşməmsən. İnsan gərək bir zərrə aramlığını itirəndə dərhal onun kökünə qayıtsın. Nədən qorxursan, kimdən qorxursan, bu qorxu odur ki, sən Allaha şərik qoşursan kimisə, bu şirkin təzahürləridir. Mömin aramlığı ehtiyaclıdır ki, aramlığın üzərində pərvaz eləsin. Necə ki, təyyarə hamar bir yerdə hərəkət eləyib pərvaz eləyir. Yer gərək hamar olsun, düz olsun. O uçuş zolağının xüsusi qaydaları var. Kələ-kötür yerdə təyyarə start nöqtəsi gərək aram olsun, gərək onun üzərində hərəkət eləsin. İnsanın ruhunda da bir, belə deyək,